Əziz məclis üzvlərim, bizim Nur Ocağının qərb bölgəsinin şairləri təkcə Gəncədən ibarət deyil. Bura Goranboy, Naftalan, Şəmkir, yəni bu istiqamətdə yaşayan şairlərimiz var. Bugün Rami müəllim mənə dəfələrlə zəng gəldi, Ağstafadan ki, müəllimə, ürəyim oradadır, gəlmək istəyirəm, işdən icazə alıb gələ bilmirəm. Amma bugün Goranboydan Nur Ocağının sorağına gələnlər var. Lütfü müəllim var, Yusif müəllim var. Lütfü müəllim, bəlkə sözü sizə verin. Mən hər şeydən əvvəl başda Sehran xanım olmaqla qrupun bütün üzvlərinə öz təşəkkürümü bildirirəm ki, mən bu qrupda iştirak edirəm və sağ olsun, mənim Yusuf qardaşım məni bu qrupa gətirib və qrupa daxil olandan sonra özümdə, yaradıcılığımda müəyyən dəyişiklik olduğunu da hiss edirəm və buna görə də sizə minnətdaram. Və bu günləri mən sizin qarşınızda bir şeirimi söyləmək istəyirəm. Düzdür, şeir biraz həcmli olsa da, mən o şeirimdə həm yurt sevgisi, həm şəhidlərimizi tərənnüm edən, həm də vətənpərvərlik ruhunda olan bir şeirimi söyləmək istəyirəm. Atam ölübsə əgər, mənə üzünü deyin. Mənə igid atamın axır sözünü deyin. Ay nənə, sən deyirdin şəhidlər ölmür, axı atam evə gəlməyir, bilirsən nə vaxtı? Səndən şeir istədim, səndən nağıl istədim, nağıl deyə bilmədim. Atam getdiyi gündən danışmadın, gülmədin. Bağçada müəlliməm saçımı sığallayır, baxıb görürəm o da doğusunu bağlayır. Üzünü tük basıbdır, babam denib danışmır. Əvvəlki babam deyil, işə gücə alışmır. Atam mənə deyirdi, səni atam indirib dağlara aparacam. Dağları yamacından sənə gül qoparacam. Həm kəkotu, həm qəfli, qantəpər də yılarım. Ceyran gülür yanmaral, hər nə olsa bularım. Çoxlu moruk yılarım. Atam ölübsə əgər mənə düzünü deyil, mənə igid atamın axır sözünü deyil. Atımızın gözündən yaş gəlir axşam səhər. Artıq xeyli zamandır, küncdə qalıbdır yəhər. Atım minib dağlara təmə təkdə gedərəm. Həm kəkotu, həm qəfli, qantəpər də dərərəm. Mən dağlardan cürbəcür çoxlu çiçək yığaram. Bacım ilə aparıb, bax bütün qəbirlərin, bax bütün şəhidlərin qəbri üstə qoyaram. Atam ölübsə əgər mənə düzünü deyin, mənə igid atamın axır sözünü deyin. Ay nənə, bir görəsən anamın göynəyini, hər gün ütüləyəndə atamın köynəyini. Bacım daha mənlə də evci oynamır, rəngli qələmləri ilə dırnağını boyamır. Bacımın saçlarına anam göy bank bağlayır, qırmızı köynəyini geydirib tumarlayır. Yaşıl tumanına da baxaraq gülümsəyir, mənim qızım dalğalı bayrağımızdır deyir. Atam ölübsə əgər mənə düzünü deyin, mənə igid atamın axır sözünü deyin. Anam məni gecələr qucaqlayıb yat deyir, hələ yatmamışam mı, bax, şnədi at deyir. Hirslənir mənə anam, məni çoxlu danladı, ay nənə, bir də gördüm, xoruzumuz qanladı. Gecələr yatmıram ki, atam gələr görərəm, durub tezcə atamın üz gözündən öpərəm. Axı mənə deyirdin, gecələr gəlir atam,
Ona görə gecələr İskəndərlə yatan, bəlkə də gəldi atan. Atam ölübsə əgər mənə düzünü deyin, mənə igid atamın axır sözünü deyin. Bir doyunca yatım mən, atam gəlsin yuxuma, çubuqdan yağ düzəltsin, düzəltdiyim oxuma. Atam yuxuma gəlsin, çaylaqdakı qarıqdan mənə tütək düzəltsin. Tütəyi çalan kimi atım gəlsin yanıma. Yenə min bir həvəslə sığal çəkim yalına. Atamla yenə birgə çoxlu işlər görərik. Atın quyruq tükündən cələmzi hörərik. Cələni hörə-hörə atam nəğmə oxuyar. Əzizim ulu dağlar, balamı qoru dağlar. Balama göstərməsən biz gedən yoldarlar. Sonra atam qamışdan mənə günlük papaq toxuyar, atam nəğmə oxuyar. De nənə, bir nağıl de, de nağılın nə oldu? Heç şəhid olanlar bir başqa cür oldu. Elə nağıl söylə ki, quş yeməsin quzunu. Qoy nökərə versinlər şahzadənin qızını. Bir də de ki, ay nənə, biri vardır, biri yox. Bu qanatlı dünyanın sınmış qanatlarının biri yaydır, biri ox. Bir də görüm ay nənə, qızıl gülə batınmı? Göydən düşən 3 almanın birini sənə atınmı? Atam mənə dedi mi, bu torpaq əmanəti, bu torpağa sancılan al bayraq əmanəti. Oğul, oğul, ay oğul, bu torpaq əmanəti, bu torpaq əmanəti. Təşəkkür edirəm. Çox təşəkkür.